Bayram nə vaxtı və fitrə zəkatı ilə bağlı verdiyiniz suallara cavabı yadınızda saxlayın. Qəməri aylar ya 29 gün olur, ya da 30 gün. Bugün 29-cu gündəyik və ay nə teleskopla görsənib, nə də gözlə görsənib. O şəxslər ki, sabahı bayram edir və ayı nə gözlə görüb, nə teleskopla və oruç tutmur bilərəkdən qəzası var, günahı var və kəffarəsi var. Fitrənin yerinə yağ, toyuq, ət, yumurta, bu kimi şeylər vermək olar, xeyr olmaz. Fitrəni heyvanlara vermək olar, xeyr olmaz. Bəzilərin il boyu yadından çıxıb ki, heyvanlara yemək versin, savab qazansın, fitrə vaxtı yadına düşüb ki, heyvanlara versin. Krediti olan, borcu olan, kirayədə yaşayan fitrə verə bilər. Baxın, bu qaydanı hamıya şamil edə bilmərik. Bir nəfər kredit götürüb, biznes, ticarətlə məşğuldur. Heç lazımsız yerə maşınını dəyişir. Yaxşı maşını var, yalandan kredit götürür, başqa bir maşını alır. Yəni, hər kəsin kredit var, borcu var. O demək deyil ki, buna fitrə çıxartmaq düşmür. Bu şəxs öz durumuna baxır, öz həyatına, yaşayışına baxır. Kirayədə qalır, amma 3000, 5000 gəliri var. Bunu toplasa 3 ilə 5 ilə məsələn özünə ev ala bilər. O demək deyil ki, bu kirayədə yaşayır, fitrə çıxartmamalıdır. Əgər fitrə ilə bağlı 20 sualınıza cavab tapmaq istəyirsiniz və əminəm ki, 90% suallarınıza cavab taparsınız, onda bu postları mütləq baxın. Yəni, əksər verdiyiniz sualların cavabı bu postlarda var və verdiyiniz suallar təkrardır. Mütləq baxın və paylaşın ki, digərləri də məlumatlansın.